mən çox həyəcanlıyam. Çünki anam məni tədris mərkəzinə aparır. Bura çox maraqlı yerə oxşayır. Rəngarəngdir. Mən burada məktəbə hazırlaşıb və yeni insanlar tanıyacağam. Buradakı yeməklər çox dadlıdır. Heç anamın yeməklərindən fərqlənmir. Nənəm həmişə deyir ki, bədənin qidası yemək, ağlın qidası elmdir. Zəkada isə ikisi də var. Zəkada təkcə yemək yemirik, həm də yemək hazırlamağı öyrənirik. Müəllimlərimiz bizi həm məktəbə hazırlayır, həm də mətbəxə. Zəkada xarici dilləri də bizə öyrədirlər. Rus dili müəllimim məni çox istəyir, mən də onu. Mən Zəkada gimnastika ilə tanış oldum. İstirahət vaxtında baxdığımız filmlər bizə xoş anlar bəxş edir. Zəkada mən hər tərəfli inkişaf edirəm. Həm əylənirəm, həm öyrənirəm. Zəka Tədris Mərkəzi. Əylənərək öyrənirik.